kim ki deyir mənim eqom yoxdur, elə bilin ki, sizi birinci vuran o olacaq. Çünki bizim egosu olmayan ata-babamız müasir dövrə gəlib çatmayıb. Egosu olmayan ölüb gedib onsuzdur. Egosu olmayanlar qırılıb hamısı. Qırılıb hamısı da. Bir halda ki bu var. Mən də bilirəm ki, yaxşı insan olmaq istəyirəm və nəticə əldə etmək istəyirəm. Elə bunu hər dəfə narahat olunca bundan istifadə edirəm. Bu həmin o qüvvədir ki, o bizdən qat-qat ağıllıdır. Beynimizdən də instinkt edirəm. İnstinktin bir hissəsidir bəlkə də. Və təsəvvür edin ki, bəzən olub ki, yəqin görmüsünüz bir vəzifəli şəxsdir. İndi sizə demirəm bəlkə kimsə. Ya bir lazımlı adamdır, biznesmendir. Siz məclisdə görürsüz onu. Ona yaxınlaşmalısınız. Çünki fikirləşirsiniz ki, ona yaxınlaşsam, belə deyə biz demişik, xod tapsam, mənim hansı işim keçər. Sonra demisiniz ona yaxınlaşsam, cəmaət deyər ona yaltaqlanır. Ya o fikir mübadiləsində o qara güc deyir get. Sən getmirsən. Get. Əgər həmin gün sən həmin adama yaxınlaşmasan, gecə qara güc səni evdə pis vəziyyətə salacaq. Allah ağladacaq ki, eləmədin. O peşmançılıq hiss edirəm əslində. Çünki o səndən çox bilir. O sənə həmişə deyəcək ki, bu eləmə. Onu neçə gündən bir yadva salacaq.